Gözəl şairəmiz Sevda Sevdalı dostluq günü münasibəti ilə dostlarına bir şeir həsr edib, onları təbrik etmək üçün. İndi mən də həmin şeiri sizə səsləndirirəm. Könlümə qüvvət verir dostların alqışları, İlhama mürvət verir dostların alqışları. Axı necə sevməyim belə gözəl dostları, görməsəm mən onları ürəyimə qəm gəlir. Yazmasam mən bunları ilhamım dəmdəm gəlir. Axı necə sevməyim belə gözəl dostları, şirin dilli dostlarım, məni sevən dostlarım. Əgər siz olmasaydınız, nə edərdim dostlarım? Harayıma hay verir, sevincimə pay verir. Mənim xacə dostlarım, virtualda dostlarım. Alqış deyirəm daim, eşq olsun o dostlarım. Arzum budur var olun, əhdə düzülqar olun. Mənim əziz dostlarım, kədərdən uzaq olun. İnanın sizinləyəm, dostların dilindəyəm. Mən həmişə hazıram, daim sizi dinləyəm. Səsləndirdi Yaqub Mustafayev.